Xətai rayon Nəsrəddin Tusi küçəsi, Hacı Salman metrosunun 10 dəqiqəlik məsafədə premium binada ümumi sahəsi 78 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə mənzilimiz satışa çıxdı. Hal-hazırda mənzilin qonaq otağındayıq, ölçüsü genişdir. Pərdə lüstr asılıb, twisted panel yığılıb. Mətbəx qonaq otağının bu tərəfində yığılıb, ara kəsmə sürgülü şüşə ilə ayrılıb. Mebel tam yığılıb tavana qədər, aksesuarlar quraşdırılıb, hazır vəziyyətdədir. Döşəməsi qranit mərmər istipolundandır. Otaqların döşəməsi laminatdır. Mənzilin kiçik yataq otağı, ölçüsü normaldır, qarşısında eyvanı var, eyvanda kombi aparatı, qaz sayğacı quraşdırılıb. Mənzilin yataq otağının ölçüsü çox genişdir. Bütün otaqlarda pərdə lüstr asılıb. Yataq dəstini rahatçılıqla yerləşdirmək olar. Bütün otaqlarda kondisioner xəttləri çəkilib. Dəhliz isə girən kimi sağ tərəfdə dəhliz mebeli yığılıb, solda güzgülü açarlıq yığılıb. Mənzilin sanitar qovşağı bir yerdə. Bütün aksesuarları quraşdırılıb, hazır vəziyyətdədir. Əziz izləyicilərimiz, gördüyünüz bu mənzil 15 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. 2 otaqdan 3 otağa düzəlmədir. 78 kvadrat ümumi sahəsi var. Sənəd çıxarış qiyməti 212.000 manat. Real alıcıya endirim olacaq. Kimin əlavə sual olsa buyurub zəng edə bilər. Sağ olun.